xeyir etsin. Nurlan bəy, bəzən biz görürük ki, bənzər hadisələr istər ölkə daxilində, istər ölkə xaricində bənzər hadisələr tez-tez baş verir. Ümumiyyətlə, bunları biz analiz eləyəndə və eyni qaydada bu analizlər nəticəsində biz bunu standartlarla necə əlaqələndirə bilərik? Yəni ISO və yaxud ki, OSHA bu barədə nə deyir bizlərə? Deməli, bəli, ölkəmizdə də, bəzən dünyada kifayət qədər böyük hadisələr baş verir. Məsəl üçün, dünyada o mütləq bizə informasiya gəlib çatır mətbuat vasitəsilə. Bilirsiniz, hazırda insanların internet vasitəsilə istənilən məlumat əldə etmə imkanı var. Amma bəzən görürük ki, bir neçə ay sonra, bir neçə il sonra ölkəmizdə də elə tipli hadisələr baş verir və verə bilir. Bunlar necə idarə olunmalıdır? Deməli, əgər biz proses safety anlayışına baxsaq, böyük hadisələr əlbəttə ki, ölkəmizə gəlib çatır. Hər hansı bir insanın əlinin, barmağının zədələnməyə və ya kimisə üzərinə hər hansı bir şeyin düşməyi yox. Katastrofik hadisələr əlbəttə ki, bizə gəlib çatır. Biz nə edirik? Biz COMAH adlanan bir sistem var. COMAH nədir? Control of Major Accident History desək və yəni sanki böyük hadisələrin xronologiyası yaradılır və bunlardan lessonlar öyrənmiş dərslər yaradılır və bütün işçi heyətlərə paylaşılır, bütün disiplinlərə paylanmalıdır. Bunun önəmi nədir? Deməli, belə bir anlayış var, korporativ amneziya. İnsanlar unutqandır. Bu şirkətlərə də aiddir, müəssisələrə və insanlara, hətta safety heyətinə aiddir ki, insanlar unutmasınlar. Korporativ amneziyaya qarşı olaraq müəyyən alətlər var. Nə etmək lazımdır? Xronik analiz adlanan bir proses var. İnsanlar daima narahat olmalıdır və dünyada baş verən hadisələri özlərində də baş verə biləcək kimi simulyasiya etməlidirlər. Bu çox gözəl bir, necə deyər, bir yoldur.